Aleykümselam rahmetullah. Deməli sual, yəni belə başa düşdüm ki, kişi arvadına talaq verdikdən sonra qadın onun evində nə qədər qala bilər o talaqdan sonra? Cavab olaraq İslam alimlərimiz bu məsələdə yəni ixtilaf etməsinə rağmen müəyyən səbəblərdən dolayı qadın öz ərinin evində 3 ay qalma yəni haqqı vardır. Yəni 3 ay deyərkən yəni 3 iddət, yəni 3 iddət müddətində yəni qadın onun evində qala bilər. Hər hansı bir inşallah ki, yəni burada bir sıxıntı yoxdur. Qadın onun evində qalar və kişi onun yeməyi, içməyi məsələsində ixtilaf etmişlərdir. Yəni onun yeməyini verərmi, verməzmi? Yaxud ki, evində qalması vacibdirmi, vacib deyilmi? Yəni bu məsələdə ki, inşallah ki, nədir? İxtilaf etmişlərdir. Bizim inşallah ki, araşdırdığımız son nəticə olaraq deyir ki, qadın ərinin evində qalar, yaxud ki, əri onu 3 ay iddət müddəti, yəni hər hansı bir yerdə saxlatdılar və onun inşallah ki, yeməyini də 3 ay müddətində verir. Allahın izniyle bizim son olarak araştırdığımız budur. Her şeyin doğrusunu ise Allah subhanahu teala